mediada xəbərlər yayılıb ki, bizim də media, İsrail mediasından bu xəbərləri götürüb. Netanyahu uşaq qatili, müsəlman qatili, müsəlman xalqının qatili Əli müsəlman qanına batmış. Dövləti olaraq, özü olaraq, xalqı olaraq, hakimiyyəti olaraq bu kəs, bu məxluqat, bu cani, bu terrorçu Azərbaycana may ayında səfər edəcək. Biz anlayırıq balanslı siyasət və Azərbaycan xarici siyasətin biz də müxalifət olmağımıza rağmen həmişə qiymətləndirilmişik. Çünki müxalifət, əsl müxalifət odur ki, milli müxalifət odur ki, doğruya doğru, yanlışa yanlışa deyəndir. Nə hər yanlışa və doğruya doğru deyəndə əl çəkəndə o artıq müxalifət deyil, onun adı başqadır. Və yaxud da hər doğruya yanlış deyəndə o da artıq müxalifətdir, onun da adı başqadır. Əsl müxalifət, milli müxalifət, dövlətin müxalifəti, doğruya doğru, yanlışa yanlış deyəndə və bu hakimiyyətin xarici siyasətində doğrulara da biz doğru demişik. Əsasən Qarabağ siyasəti, bu Türkiyə yaxınlığı, ümumiyyətlə bu balansı saxlamaq, Rusiya ilə dil tapmaq, İsraillə əməkdaşlıq, İranla belə deyək, tam qütbləşməyə getməməyə, qarşı durmaya getməməyə, indiki real politikdə Azərbaycan üçün doğru hesab eləmişik və yenə bu fikrimizdə qalırıq. Amma, lakin zira və s. və ilahır bu elə bizim bu hakimiyyətin də banisi sayılan Azərbaycan Respublikasının prezidenti olmuş mərhum Heydər Əliyevin də bir sözü var. Deyir, məşhur bir sözü, deyir, mövqe qoy. Yəni, hərdən mövqe qoymaq lazım. Yəni, balanslı siyasətdə bir yana qədərdir. Hərdən artıq mövqe qoymaq lazımdır və indiki məqamda İsrailin istəyid olsun, Netanyahu da buna çalışacaq, çünki elə bir vəziyyətdədir ki, o bir İslam-müsəlman düşmanı obrazı var. O da həqiqətən də elədir və bir müsəlman ölkəsində səfəri bu obrazı dağıtmağa gedəcək onun üçün. Bu səfər Azərbaycanın milli dövlət maraqlarına ziyandır, ziddir. İsrailin maraqlarına, Netanyahunun maraqlarına cavab verir. Ona görə o artıq İsrail mətbuatında belə bir xəbər gedib ki, Netanyahu mayda özündə Netanyahunun dediyinə görə Azərbaycana səfər edəcək. Amma nə Netanyahu, nə İsrail, nə Yahudi diasporası Azərbaycanı bu fakta qarşısına qoya bilməz. Yəni ki, Azərbaycanın maraqlarına ziddirsə, dövlət maraqlarına, Azərbaycan bunu etməməlidir. Və siz fikir verin, bir müsəlman qatilini, müsəlman çocuqlarının qatilini, müsəlman xalqının qatilinin ilk müsəlman ölkəsi səfərə Azərbaycan olacaqsa, bu Azərbaycanın çox ciddi şəkildə mənfi imicində oynayacaq. Nəinki İslam dünyasında, ümumiyyətlə, bütün sivil dünyada, hansı ki sivil dünyadakı İsrailə qarşı Fələstinə dəstək mitinglər gedir. Bu mitinglər Amerikadan başlayaraq Avropa və müsəlman ölkələrinə əhatə edərək gedir, etirazlar gedir İsrailin bu genosid müharibəsinə qarşı və bütün sivil dünyanın qarşısında və həmçinin ələxüsusda Azərbaycan müsəlman dünyasında olan əsas iki müttəfiqi, təbii müttəfiqimiz Türkiyə və Türkiyədən sonra ən yaxın müttəfiqimiz Pakistanla münasibətlərimizin korlanmasına gətirib çıxara bilər. Və Türkiyə və Pakistan cəmiyyətlərində də Azərbaycan bu imici çox mənfi səviyyədə zədələnəcək. Zədələnə bilər, yox, zədələnəcək. Artıq belə bir məlumatın getməsi artıq bu Azərbaycan imicinin zədələnməsinə gedir. Bu artıq balanslı siyasət deyil. Bu artıq Azərbaycanın mənfisinədir. Və buna da Azərbaycan getməməlidir. Milli və dövlət maraqlara həmişə Azərbaycan hakimiyyəti dediylə üstün tutan bu hakimiyyət bu maraq, bu addıma getsə, həmən o dedikləri, həmişə dedikləri ki, bunlar dövlət və milli maraqları həmişə üstün tuturlar. Əksinə bu dövlət və milli maraqlara böyük zərbə vuracaqlar, böyük ziyan edəcəklər. Bəli, indi İsrail güclü görsənə bilər, onun xarabları, onun texnologiyası, onun müasir silahları kasıb
və əlacsız Fələstinlə müqayisədə çox müqayisə olunmaz görsənə bilər. Amma burada təkcə İsrail-Fələstin məsələsi deyil. Birinci burada vicdan məsələsidir. Bir insanları qətl edən, bir müsəlmanları, təkcə müsəlmanlar yox, insanları qətl edən bir dövlətin rəhbərini qəbul etmək nə demək? Və bir müsəlman insanını qətl edən dövlətin rəhbərini bir müsəlman ölkəsində qəbul etməsi bu ümumiyyətlə heç bir, belə deyək, balansa sığmır. Mən də başqa ifadələr işlətmirəm, çünki indi mənim dövlətimə aid. Hakimiyyət səhv edirsə, yenə dövlət bizim dövlətdir. Ona görə bu hakimiyyət ümid edirəm bu səhv eləməyəcək. Əgər hakimiyyətin başında durub və ölkənin başçısının ətrafında olan kimlərsə belə məsləhətlər verirsə və xaricdən əgər belə məsləhətlər gəlirsə, istər Azərbaycanlılar tərəfindən, istər qeyri-Azərbaycanlılar tərəfindən, bu məsləhətlər səhv məsləhətlər, ziyanlı məsləhətlər və ümid edirəm ki, dövlət başçısı bu məsləhətlərə qulaq almayacaq və Netanyahunun səfərini Azərbaycan üçün xoşa gəlməz hesab edib onu iptal edəcək. Yəni dövlət başçısı İlham Əliyev bunu istəsə edəcək və bir mesaj göndərsə ki, Netanyahu ki, bu səfər arzu olunmazdı Azərbaycan üçün və Azərbaycan maraqlarına cavab vermir. Azərbaycan zərbə altında qoyub. Bu təbii ki, kifayətdir ki, Netanyahu o qan içində olan ayaqları, müsəlman çocuqlarının qanı içində olan ayaqları o Azərbaycan torpağına dəyməsin. Mən ümid edirəm ki, bu belə də olacaq. Mən maksimum çalışdım burada emosiyasız danışım. Anladım ki, aydınlıq gətirim ki, bu Azərbaycana ziyan ola bilər. Yəni bir çəkiyə İsrail qoyulsa, o bir çəkiyə bütün İslam dünyası, elə Türkiyə ilə Pakistan kifayətdir. Bu heç heç də İsrailin üstünlüyü gətirib çıxarmayacaq. Allah İsrailin bir arxasında Amerika durursun belə. Yəni nəzərə alaq ki, Amerika Azərbaycanla heç də dost dövlət deyil. Düzdür, Trump gəlib indi gözlənir ki, Azərbaycan-Amerika münasibətləri yaxşılığa doğrayacaq, amma yenə də hələlik nə vaxta qədər ki, ən azı 9-7-ci maddə Azərbaycana qarşı Amerika tərəfindən istifadə edilir, Azərbaycanı Amerikanı dost adlandırmaq olmaz. Bunu adlandıranlar ya savadsızlardılar, ya da Amerikanı Azərbaycandakı naimidləridirlər. Və bütün bunları nəzərə alaraq bir daha təkrarlayıram. Ümid edirəm ki, güman edirəm ki, Azərbaycan hakimiyyəti tarixi səhvə yol verməyəcək və Netanyahunun ayağı belə Azərbaycan dövlətinin ərazisinə inşallah dəyməyəcək. Təşəkkür edirəm.